Gəncədə 15 yaşlı Tunar Məmmədovu qətlə yetirməkdə ittiham olunan 2010-cu il təvəllüdlü Arif Hətəmovun məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən 16 yaşlı yeniyetmə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə tərkibi hesab edib ki, məhkəmə istintaqı zamanı Tunar Məmmədovun Arifdən digər şəxsə olan 10 manat borcunu əsassız tələb etməsi, pulu tez bir zamanda özünə çatdırmasını təkidlə bildirərək onu ağır formada söyməsi, pulu ona verməyəcəyi təqdirdə yaşadığı ünvana gəlib ailə üzvlərinin yanında rüsva edəcəyi ilə hədələməsi, görüş zamanı isə əlindəki təsbehi Hətəmovun başına toxundurmaqla ünvandan nalayiq ifadələr işlətməsi öz təsdiqini tapıb. Ona görə də məhkəmə tərkibi hesab edib ki, cinayətin Tunar Məmmədovun qanunsuz və əxlaqa sığmayan hərəkətlərinin təsiri altında törədilməsi Arif Hətəmova cəza təyin edilən zaman cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Qeyd edək ki, hadisə 2025-ci ilin avqustunda baş verib. Tunar Arifdən başqasına olan 10 manat borcunu onu ödəməsini tələb edib. Görüş zamanı Arif Tunara bir bıçaq zərbəsi endirərək onu öldürüb.